Siz Jiguliyə elə hesab edin ki, kondisioner quraşdırmaq istəyirsiniz. Parkinqin mümkün olmayan bir şeydir. Sən həqiqətən inanırsan ki, 3 ilə 4 dənə stansiya tikəcəklər? 2.5-3 milyarda yaxın vəsaitə ehtiyacı var. Manatdan söhbət gedir. Manata ehtiyacı var. Bizim düşündüyümüz primitiv və yaxud da sadə məsələlərlə deyil. Xırdalanan metro fikri real deyil. İnsanları çaşdıran bax bu sxem oldu. Burada yazılıb ki, xırdalanan metro olacaq. Müasir qatarlar Avropadakı hər hansısa bir qatardan yalnız dizayn və tərtibat baxımından fərqlənə bilər. Metroda niyə foto çəkiliş qadağanı olsun ki? Salam dostlar, düşünürəm ki, bu vlogun çəkilməsi ilə biraz gecikmişik. Çünki mən artıq 2 ildən çoxdur ki, sizə müxtəlif digər şəhərlərdən xarici təcrübə rubrikasında digər ölkələrin ictimai nəqliyyatını, avtobusların, tramvaylarını, eləcə də metrolarını göstərirəm və çox vaxt mən elə Bakı ilə bir çox məsələləri müqayisə edirəm, amma indiyə qədər mənim kanalımda bax bizim Bakı metrosu haqqında heç bir ətraflı video olmayıb. Lakin bu həmin gündür ki, biz Bakı metrosu haqqında video çəkməyə qərarına gəldik. Bəs rəsmi olaraq metroya müraciət elədik, sağ olsunlar, qısa bir zamanda bizə razılıq verdilər, dedilər gəlin, çəkin, göstərin. Eyni zamanda video ona görə maraqlı olacaq ki, mən elə birbaşa olaraq metronun nümayəndəsini çağırmışam, onlara sual verəcəm, rəsmi mövqeyi nədir. Eyni zamanda mənim daimi qonaqlarım, nəqliyyat ekspertləri də, tədqiqatçılar bax bu videonun da qonağı olacaq. Onlara da başqa bir suallar verəcəm. Lakin başlamazdan öncə kiçik, lakin vacib bir elan. Əziz dostlar, mən YouTube kanalının statistikasını dərin araşdırıram, rəqəmlərə baxıram və fikir verirəm ki, son vloqlara kifayət qədər çox baxış gəlir, bir neçə min bir baxış gəlir. Lakin kanala abunə olanların sayı bir o qədər də çox deyil. Və mən də sizdən xahişim ki, əgər videonu bəyənirsinizsə və həm bu vloqları, həm növbəti vloqları daha çox görmək istəyirsinizsə, bax mütləq o qırmızı düyməsini basın. Həm hamıdan birinci olaraq biləcəksiniz növbəti vloq nə vaxt çıxır, həm eyni zamanda sizin bu geri dönüş etməyiniz YouTube-un özünə, YouTube alqoritmlərinə bir siqnal verir ki, bu kanal maraqlıdır, onu aktiv saxlanmasına bir töhfə vermiş olursunuz. Odur ki, sizin üçün bilirəm ki, əziyyət deyil. İndidən o kanala o qırmızı düyməsinə basın ki, biz də bax bu cür videoların çəkilməsinə daha həvəsli olaq. Və ən dəyərli izləyicimiz isə bax bu kanala maddi dəstək göstərən patronlarımızdır. Bu gözəl insanların adını indi ekranda görürsünüz. Məhz onların sayəsində mümkündür ki, biz bax bu çəkdiyimiz vloqların xərclərini qismən qarşılayaq. Eyni zamanda həm Bakıdan, həm digər rayonlardan, digər ölkələrdən əgər vloqlar görmək istəyirsinizsə, bax bu maddi dəstək olduqca önəmlidir və xahişim ki, əgər imkanınız varsa, bax bizim hətta kiçik sponsor paketimiz olsa belə onlara qoşulub bizə dəstək göstərəsiniz. Bir bonus olaraq mən bütün patronlar üçün həm öncədən anonslar paylaşıram. Müzakirə qrupumuz var, oradan müzakirə aparırıq. Eyni zamanda bu və digər videoların daha geniş versiyaları var. Biz isə uzatmadan başlayırıq. Bugün metro haqqında vloqa xoş gəlmisiniz. Özünüzə çay, kofe süzün və videonu mütləq sona qədər izləyin. Getdik. Əvvəllər heç vaxt Bakı stansiyasında olmamısınızsa, gəlin sizə göstərim. Sovet dövründə tikilib bu stansiya və əvvəllər bax bu naveslər, bu şişlər burada olmayıb. 2019-cu ildə bura təmir olunub və sonradan bax bu qurğular qoyulub. O da nəyə görə? Məsəl üçün külək, yağış, qar, bunlar hamısı bu yağmurlar bax bu stansiyanın özünə zədə vururdu və ona görə qərara gəldilər ki, gəlin bu stansiyada bax bu cür belə deyim də neqativ fəsadlardan qoruyaq. Bax burada çıxışdır. Görürsünüz burada demək olar ki, heç bir insan yoxdur. Ora artıq depodur. Bax oradan qatarlar hər səhər çıxır. Depo biri buradadır, bir də təzələrcə açılan Xocəsən stansiyası da, o ancaq Bənövşəyə xəttə aid olan qatarlar oradan hərəkət edir, lakin əsas depo buradır. İndi bu dəqiqə o ətraflı olaraq onu göstərə bilməyəcəm, lakin şəhərlər bölməsində yaza bilərsiniz, əgər sizə maraqlıdırsa oranı da göstərəcək. Burada interval hardasa 10 dəqiqə, 15 dəqiqədən bir ora qatarlar gəlib gedir, çünki sərnişin axını burada çox deyil və qatarlarla buradan başlayır yolunu və burada da bunların yolu elə bitir, axşamlar gedirlər bax ora depoya istirahətə. Dostlar, videonun birinci qonağı bizə metroda çəkilişə icazə verən şərait yaradan Mətbuat Xidmətinin rəisi Bəxtiyar müəllimdir. Çox sağ olun ki, şərait yaratmısınız və Bəxtiyar müəllim, mən uzatmadan hansı məsələdən başlamaq istəyirəm. Bir gün sosial şəbəkələrdə və cəmiyyətdə ən çox verilən sual odur ki, metro nə vaxt inkişaf edəcək, hansı stansiyalar açılacaq, bax biz gözləyirik, amma arada bir şey yoxdur və mövcud olan sxem bu olsa da, hər stansiyada
çox güman ki, izləyicilər bunu görüb ki, məsələn 27 stansiya var, amma həm baş plan təsdiq olunandan sonra, həm eyni zamanda baş plandan nə bilim onun da mərhələləri var da 5 il, 10 il. Həmin stansiyalar hansı açılacaq? İstəyirəm ki, bu haqqda biraz danışaq və belə bir sxem gətirmişəm. Bax, mən bu mövcud sxemdir və sizdən də öyrənmək istəyirik ki, bax, bu qədər burada bilməm neçə stansiya var ümumi, amma yaxın gələcəkdə hansıların açılışını gözləyə bilirsiniz? Ümumən 76 stansiya olacaq, 77 də ola bilər, Xocalı xüsusi nəzərə alsaq. Əsas bu gün məsələ nədir? Bakı üçün nə lazımdır? Təbii ki, ondan başlayaq. Yəni baş planda daxil olmaqla bu gün Bakı üçün, Bakıda ictimai nəqliyyatın inkişafı üçün ən vacib məsələ xəttlərin ayrılması layihəsidir. Bu gün metronu ala yarımçıq olmasının əsas səbəbi və bizim daim qrafikdən danışarkən 28 may Həzə Aslanovu xüsusi vurğulamağımız məhz xəttlərin 28 may stansiyasında birləşməsindən irəli gəlir. Dünyada bu iki stansiya bir-birindən ayrılmalıdır. Keçid stansiyasıdır əslində, amma burada keçid funksiyalı hər hansısa bir məsələ görmürük. Yalnız Xətayaya getmək istəyən sərnişinlər bu Cəfər Cabbarlı stansiyasından istifadə edir. Yəni ümumi götürdükdə Bakının bütün problemi dünyada metro sisteminin prinsiplərinə zidd olan bir məsələlərin olmasından irəli gəlir. Yəni dünya prinsiplərində hər bir metropoliten xətti müstəqil olmalıdır və hər bir xətt üzrə qatarların hərəkəti özünə məxsus qrafiklə təmin olunmalıdır və xəttdən xəttə keçid stansiyaları olmalıdır. Bu da şəhərdə, metroda rahat istifadə üçün lazım olan stansiyalardan keçidlər təşkil olunmalı. Yəni birinci prioritet xəttlərin ayrılmasıdır. Xəttlərin ayrılması baş planda nəzərdə tutulub. Təbii ki, birinci el o nəzərdə tutulub, o məsələdir. Yaxşı, əgər biz tarixlərdən danışsaqsa, hansı ildə, neçənci ildə hansı stansiyalar açılacaq? İzləyicilər ən çox maraqlanan sual budur. 2027-də nə açılacaq, 2040-da nə açılacaq? Bax, burada elə nömrələrlə deyə bilərsinizmi? Ümumiyyətlə, gəlin əvvəlcədən onu qeyd edim ki, Bakı şəhərinin baş planının təsdiq olunması və orada göstərilən müddətlər prioritetləri göstərir. Yəni konkret işlərin icrası mexanizmi ilə bağlı işlər hələ bundan sonra görülməlidir. Üstəlik də dekabr ayının sonunda təsdiq olunduğundan artıq 2024-cü ilin büdcəsi və digər işlərimiz artıq təsdiq olunmuşdur və orada baş plandan ümumiyyətlə heç nəzərə. Ümumiyyətlə baş plan metronun baş planı deyil, şəhərin baş planıdır. Gəlin ilk növbədə buradan yaxınlaşaq. Şəhərin tələblərinə uyğun olaraq bütün digər infrastrukturların əsas inkişaf istiqamətləri də nəzərə alınmaqla metropoliten də orada ictimai nəqliyyatın bir qolu kimi nəzərə alınmaqla işlər aparılmalıdır. Yəni bu gün Bakı metropolitenində xəttləri ayrılaq, amma digər istiqamətdən deyək ki, üzü Xırdalan, Sumqayıt istiqamətində tədbirlərimizi Bakının baş planına uyğun olaraq o istiqamətdə yüklənməni aparsaq, təbii ki, biz burada yanılmış olacağıq. Deməli, planlaşma necə aparılmalıdır? İctimai nəqliyyatın əsas infrastrukturun inkişafı şəhərə tabe olmalıdır. Şəhərin inkişaf istiqamətlərinə uyğun olaraq metropoliten də daxil olmaqla bu istiqamətə baxılmalıdır. Ən vacibi nədir? Xəttlərin ayrılması prioritetdir. Dairəvi xəttin yaranması megapolislərin ən vacib tələblərindən biri olduğu kimi o da prioritetdir, amma sabah biri gün bizim prioritetlərimiz şəhərin inkişaf istiqamətləri elə dəyişə bilər ki, bizim artıq Qaraçuxur, Bakıxanov, Yeni Günəşli istiqamətində xəttimizin inkişafını dayandırıb digər istiqamətə nəzər salmağımız vacib ola bilər. Bunları da nəzərə almaq şərti ilə, bəli, baş planda qarşıdakı müddətdə 40-cı ilə qədər olan dövrdə əsas prioritet xəttləri ayırmaq, Bənövşəyə xətti 8-ci stansiyaya qədər gətirmək və dairəvi xətti yaratmaqdan ibarətdir. Bu, Bakının qeyd etdiyim Qaraçuxur, Bakıxanov, Yeni Günəşli və ona yaxın Suraxanı rayonu, Sabunçu rayonu istiqamətində ərazilərin inkişafına təkan verməklə yanaşı, metropolitenin bu gün bu istiqamətdən yükləndirdiyi Koroğlu və Neftçilər stansiyalarının yükünün azaldılması deyil, əksinə, inkişafının daha da sürətləndirilməsi. Yəni orada sərnişin sayı azalmaqla metroda sərnişin azalacaq və yaxud da digər olacaq deyil. Sərnişin axını dəyişəcək. Mən nümunə gətirim sizə. Azadlıq prospekti stansiyası inşa olunanda hər kəsə elə gəlirdi ki, Gənclik stansiyasında həmin vaxt Binəqədidən, digər ərazilərdən gələn marşrutlar Gəncliyə mübadilə mərkəzi idi. O mübadilə mərkəzi götürüləndən sonra Gəncliyin sərnişini azalacaq. Azadlıq prospektinin sərnişini artdı. Deməli, təxminən 10 minə yaxın sərnişin həmin istiqamətdən götürdü və həmin əraziyə yaxın istiqamətlərdən 5 min sərnişində artıq yaxın illərdə 15 min sərnişini formalaşdı.
Amma Gənclik stansiyasının həmin dövrdə azalan sərnişin kütləsi bu gün ondan da artıq sərnişin daşıyır. Səbəb nədir? Artıq bütün bu prinsiplər insanların hərəkət rahatlığına uyğun olaraq təşkil olunması, mobilliyinə uyğun olaraq oldu və bu ərazidə açılan ali tədris ocaqları, ticarət mərkəzləri, digər infrastruktur məsələləri bu stansiyanın aktuallığını bu gün əvvəlkindən də artıq artırıb. Yəni bu gün günorta və axşam saatlarında metropolitenin 4 yüklənmiş stansiyasından biri Gənclik, digəri Nərimanovdur. Yəni gördüyünüz kimi əksinə olmalıdır. 28 may Elmlər Akademiyası yüklənməlidir, məsələn başqa stansiyalar. Amma bu iki stansiya paralel olaraq artıq Gənclik də yüklənib. Yəni Azadlıq prospekti stansiyasının açılması, Binəqədidən gələn, digər ərazilərdən gələn marşrutların qısa məsafədə hərəkət edib daha sürətli, daha mobil hərəkətini təmin elədi. Eyni zamanda biz bu qısa məsafədə ictimai nəqliyyatın hərəkətini dəyişdirməklə həm Azadlıq prospektini, həm də Gənclik stansiyasının daha da digər istiqamətlərdən inkişafını təmin eləmiş olduq. Bax, bu layihə onu nəzərdə tutur. Bizim düşündüyümüz primitiv və yaxud da sadə məsələlərlə deyil. Bəxtiyar bəy, gəlin biraz belə deyim də qatarların özündən danışaq. Çox vaxt biz hətta eşidirik ki, nəyə görə yəni hər il yeni qatarlar gəlmir, nəyə görə məsələn bax bu Sovet dövründən qalmış qatarlar hələ də hərəkət edir. Düzdür, bunlar təmir olunmuş qatarlardır. Yəni modernləşdirilmiş belə deyək. Amma yenə də bizdə insanlar tələb edir ki, mütləq bütün qatarlar, nə bilim, bir ay ərzində hamısı dəyişdirilməlidir, mütləq ən müasir qatarlar gəlməlidir. Büdcədə bunun üçün güya pul var və istəsək dərhal bütün qatarlar dəyişməlidir. Nəyə görə bu proses belə deyim də cəmiyyət istədiyi qədər getmir? Nəyə görə hələ də bax bu cür qatarları görürük? Gəlin bir neçə aspektdən deyim. Birincisi, niyə görə bu proses elə getmir? Müvafiq normativlər var. Hər qatarın istismar müddəti var. Necə ki, avtomobili alırsınız, onun müəyyən istismar dövrü var və sizin sürə biləcəyiniz dövr var. Bu qatarlarda sürə biləcəyiniz dövr yox, normativlər var. 31 il, 30-31 il istismar müddəti olmalıdır. Həmin dövrdə sənin texniki baxışın qulluğun təmirin qaydasındadırsa, metalın yorğunluq prinsiplərini əsas götürməklə bu qatar sənə lazım olan xidməti göstərəcək. Bu prinsiplə istismar müddəti başa çatan qatar həmin gün xəttdən çıxarılır. Müvafiq texniki komissiya onun ömrünü uzatmalıdır. Yəni metalın ağırlığı, digər məsələlərə xüsusi baxılır və yaxud da yeni qatar almalısan. Bu prinsiplə Bakı metropolitenində bu gün istismar müddətini başa vurmuş, amma xəttdə olan qatar yoxdur. Bu gün problem nədədir? Problem bu qatarların kondisionerli olmağı, daha rahat olmağındadır. Bəli, yay aylarında çoxsu deyil belə. Bakı metropolitenində əsaslı təmir olunaraq modernləşdirilib. Yeni qatarlarda gördüyünüz bütün texnoloji innovasiyalar bu qatarda tətbiq olunub. Məsələn, bunun qapılarında son dövrlərdə görmüsünüz, nasazlıqların sayı azalıb Bakı metropolitenində. Qapını tutub, halları ildə 2, 3, 5 dəfədən artıq olmur. O sayıcı İtalyan mexanizmləri əsasında müasir qatarlarda olan qapıların pnevmatik sistemləri quraşdırılır. Yeganə istisna kondisioner sistemidir. Onu izah edə bilərəm sizə ki, yəni siz Jiguliyə elə hesab edin ki, kondisioner quraşdırmaq istəyirsiniz. Praktiki mümkün olmayan bir şeydir. Çünki birincisi kondisioneri quraşdırmaq üçün 400 kiloluq hər iki başda bir vaqonda çən qoyulmalıdır. Avtomatik qatarın konstruksiyasına sən müdaxilə etmirsən. Belə deyim də, bunun siz mühərrikinin gücündən falandan da hər şey ona yük düşəcək. Avtomobilin qarşısını qaldıra bilərsiniz, amma qatarı tarazlığı yerində olmalıdır. Yəni burada qaydalara birə-bir əməl olunmalıdır. Sən onu qoydunsa avtomatik hava kanallarını çəkməlisən, elektrik sistemini yenidən qurmalısan. Deməli qatarı sökməlisən, onu yenidən qurmalısan və bu tip qatarlarda onu qoymaq nə iqtisadi cəhətdən, nə sərnişinə xidmət baxımından effektini verməyəcək. Bir qeyd edeyim ki, bax indi gördüyümüz, getdiyimiz qatar o tək Bakıda deyil, Moskvada deyil, nə bilim Kiyevdə deyil, bir çox postsovet ölkələrində də istismar olunur. Məsəl üçün mən Budapeştdən sizdən vlog göstərəndə, nəqliyyatını göstərəndə orada səbrəmsə ya M2 ya M3 xəttində yenə də modernləşdirilmiş Sovet qatarları istismar olunurdu. Ağ rəngində idi. Yenə də onların bir prinsipi var ki, əsasən onların belə deyim də üzü dəyişir, yəni kabinası dəyişir. Amma belə ümumiyyətlə bir çox ölkələrdə hələ də o həmin qatarlardan istifadə olunur. Bəxtiyar bəy, bir dənə də belə bir sual. Biz yeni qatarlardan danışarkən hərdən oxuyuram ki, deyirlər ki, məsələn biz Rusiyadan qatar alırıq. Yəni bu belə deyim də standartlara görə, normativlərə görə biz onlardan almalıyıq ya da ki, deyirlər ki, məsəl üçün niyə Rusiyadan almalıyıq, niyə məsəl üçün
Koreyadan ala bilərik, nə bilim Avropadan ala bilərik qatarları. Dediyiniz çoxsaylı nüanslar var. Başlayım ən vaciblərindən sizə sadalama. Bu gün Bakı metropolitenində sizin görə biləcəyiniz qatarlar Rusiyadan gəlmiş qatarlardır, birmənalı ildir. Və sizin üçün o Metro vaqon maşını, yəni hal-hazırda Transmaş Holdingin tərkibində olan bir qatarlardır. Sizin üçün bunlar hamısı eyni yerdən, eyni müəssisədən çıxmış, eyni standartlı qatarlar kimi görünür. Amma bu gün Bakı metropolitenində eyni müəssisədən alsaq da 4 fərqli tipli qatar var. Yəni bunlar 81-717 dediyimiz köhnə nəsil. Onların modernləşdirilmiş variantı var. Onlar tamamilə fərqli qatarlardır. Artıq 2 model oldu. Və ilk 2015-ci ildə gətirilən 3 qatar tərkibi 81-760 seriyalı idi. Oka odur, Oka. Oka dediyimiz odur. Bax 3 o qatardan. Ondan sonra çıxan nəsil eyni tipdə, eyni şeyə oxşasa da, eyni qatara oxşasa da 81-765, yəni Moskva dediyimiz qatarlar. Qatarın adı Moskvadır. Moskvadır. Yəni həmin onun B variantıdır. Yəni Bakının sifarişi əsasında olduğu üçün, texniki tərkibi fərqli olduğu üçün B modelinə qoyulur. O Daşkənddə də deyəsən onlardan verirlər. Daşkənddə də başqa modeldir, bizdə də başqa modeldir. Yəni bax bu xüsusiyyətlər nəzərə alınmaqla bu gün 4 tip depomuzda qatar var. Bir depoda təsəvvür edin ki, bu qədər qatarın fərqli qatara siz qulluq etməlisiniz. Bu gün Moskvada həmin o 765 seriyalı dediyimiz qatarın istifadəyə verilərkən bir xəttdən həmin qatarlar, digər köhnə qatarlar hamısı çıxarıldı. Yalnız yeni nəsil qatarlar verildi. Çünki onun elektrik deposunda yalnız bir seriyadan olan qatarlara qulluq baxış təmir işləri aparılır. Bu mürəkkəbliklər var. İkinci vacib məqam Bakı metropoliteninin bütün qatar parkının infrastrukturu məhz bu nəsil qatarlar üçün, yəni bu seriyadan və Rusiyada istehsal olunan qatarlar üçün nəzərdə tutulduğundan artıq mübadilə, təcrübə mübadiləsi, peşəkarların yetişdirilməsi, avadanlıqların, ehtiyat hissələrin gətirilməsi, quraşdırılması kimi artıq çox peşəkar səviyyədə bir infrastrukturumuz var və keyfiyyətə gələk. Dediyiniz hal keyfiyyətli olur da, sərnişin keyfiyyət istəməlidir. Bu gün Rusiyada istehsal olunan qatarın gövdəsindən başqa digər hissələrin hər birisi dünyanın müxtəlif ölkələrindən gətirilir və biz də həmin köhnə qatarlarımızı modifikasiya edəndə, modernləşdiriləndə məhz o avadanlıqlardan İtaliya, İsveçrə, Almaniya bu həmin sistemlər bu yeni qatarlardır. Yəni faktiki olaraq gövdə Rusiyanın, tərkibi isə dünyanın bütün standartları olan sistemdir. Bəli dostlar, gəldik, çıxdıq Bənövşəyə xəttə. Burada Memar Əcəmi 2 kimi tanınan stansiyadır və burada hansı iki xüsusiyyət göstərmək istəyirəm digər stansiyalardan fərqli olaraq. Birincisi bu əlçatan stansiyadır. Yəni burada 50 arabası üçün ya da ki az mobil insanlar üçün şərait var, amma indi biz birazdan soruşacağıq. Nəyə görəsə burada lift var, amma bunun düyməsi açarladır. Yəni adi sərnişin qatardan düşüb buradan liftdən istifadə edə bilməz. Bilməm nəyə görə belə eləyiblər. Həm də eyni zamanda burada başqa xüsusiyyət odur ki, buranın platforması 7 vaqonlu qatar üçün nəzərdə tutulub. İndi hətta görərsiniz, bax qatar gəlir. Dostlar, Azəri də yəqin tanıyırsınız, tramvay haqqında bu yaxınlarda vlog çəkmişdi və açığı deyim, Azəri daha çox tramvay deyil, metro üzrə mütəxəssisdir. Bu haqda tədqiqatlar var idi, hətta ikinci layihənin bir qonağı idi, orada da metro haqqında danışmışdı. Azəri, indi sənə belə bir sual, indi baş planda nəzərdə tutulan stansiyalar var, Bəxtər Məmnunu götürüb. Onlar həqiqətən, yəni Bakıya məhz həmin stansiyalara ehtiyac var və səncə hansı templə bu davam edəcək? 27 olsun, 40 olsun, nə qədər stansiya biz real olaraq görəcəyik sənin fikrincə? Öncəliklə onu demək istəyirəm ki, 2011-ci ildə təsdiqlənən konseptual inkişaf sxemində 76 stansiya nəzərdə tutulurdu. Lakin həmin zaman belə bunun 2030-cu ilə kimi bitməsi biraz utopik görsənirdi. Çünki çox böyük, ciddi maliyyə resurslarına ehtiyac var idi. Amma əsas odur ki, sevindirici bir şeydir ki, konseptual bir sxem təsdiqlənib və ona uyğun hərəkət olunur. Ən azından bilinir plan necə. Söhbət biz baxdığımız sxemdən gedir, yoxsa hansı başqa digər sxem də var? Bəli, Bəxtiyar müəllimlə baxdığı sxemdir. O hazırda bu dəqiqə aktualdır o. Sadəcə bu yeni baş planda nə var? Yeni baş planda işləri artıq daha real, mövcud vəziyyətə uyğun olaraq prioritetləşdiriblər və bölüblər və daha real bir nəticələr ortaya çıxıb. Məsəl üçün 2027-ci ilə kimi 4 stansiyanın tikintisi nəzərdə tutulur. B4 stansiyasına əlavə olaraq deyirəm mən bunu. B4 artıq yüküm aşmaq üzrədir. O göstərdiyimiz yaşıl xəttin bir sxemləridir də. Bəli, yaşıl xəttin o çatışma hissəsi, Həzaslanova qədər, Şahslanova Xətardan Həzaslanova qədər hissəsi, Dənərgüldən Çorluya qədər hissə. Sən həqiqətən inanırsan ki, 3 ilə 4 dənə stansiya tikəcəklər? Yəni belə bir perspektiv var. Dediyim kimi hər şey maliyyədən asılıdır, maliyyələşmədən asılıdır.
artıq demək olar ki, deyə bilərəm ki, gecikirik biz bu sahədə nə mənada. Çünki artıq 2024-cü il başlayıb və hələ ki yeni bir stansiyanın tikintisində bir aktivlik görmürük biz. Maliyyədən danışarkən hansı real rəqəmlər səsləndirmək olar ki, bizə bu qədər pul lazımdır ki, biz işimizi davam edək. Çünki bildiyim qədər hansı dotasiya ayrılır illik olaraq da, amma o dotasiya kifayət eləmir ki, biz kütləvi şəkildə metronun tikintisinə aparaq. Var belə bir rəqəmlər? Ümumiyyətlə belə deyim də, metropoliten saytında maliyyə arayışları, maliyyə hesabatları qeyd olunur. Düz istəyirəm, maliyyə hesabatlarına baxarsaq, orada il ərzində nə qədər dövlət büdcəsindən pul ayrıldığını görə bilərik və nə qədəri tikintiyə və nə qədər istismara xərcləndiyini görə bilərik. Hardasa təxminən ortalama bir rəqəmlərə mən baxmışam. 2020-ci ilə kimi olan rəqəmlərdən söhbət gedir. Yəni ən son 85 milyona yaxın bir şey maliyyə ayrılıb tikinti üçün sırf. Əlbəttə ki, bu da dediyimiz kimi istədiyimiz tempdə davam etməsinə yetərli deyil. Yaxşı, nə qədər bizə pul lazımdır ki, biz metronu inkişaf etdirək? 2022-ci ildə Xocalı stansiyasının açılışı zamanı prezidentə bir məlumat göstərildi. Orada bu prioritet sahələrin tikintisi üçün lazım olan vəsaitlər qeyd olunmuşdu orada. Yəni onlara baxarsaq belə deyim də 2.5-3 milyarda yaxın vəsaitə ehtiyacı var. Manatdan söhbət gedir. Manata ehtiyacı var. Mən də təxminən belə rəqəm oxumuşdum, bəli. Dediyim kimi il ərzində əgər bu 250-300 milyon deyirəm belə bir vəsait ayrılsa, eyni anda birinci stansiyada işlər başlana bilər və tikintilər, açılışlar da eyni anda baş verə bilər və beləliklə tez bir şəkildə daha qısa müddətdə yəni həll ola bilər məsələ. Bəxtiyar müəllim, liftlərimiz niyə lokdadır, niyə bağlanıb, niyə işləmir? Ümumiyyətlə bu stansiyada Bənövşəyi xəttimiz bina-i qədimdən hesablanıb ki, liftlər olacaq mütləq şəkildə. Yerin üst səviyyəsindən ta platforma səviyyəsinə qədər olacaq. Hal-hazırda 2 lift görürsüz. Çünki perspektiv planlar hesablanarkən bu stansiyanın keçid stansiyası olduğuna görə çox istifadəli olacağı nəzərə alınaraq, məsələn gördüyünüz kimi liftin biri təmirdə olarsa, digərindən rahat istifadə etmək üçündür. Amma hal-hazırda görürsüz, xüsusi açar sistemindən istifadə olunur liftlərdə. Bunun səbəbi mütləq qaydada davranışla bağlı olub, ötən dövrlərin təcrübəsi ilə. Yerin üstündə elə bu stansiyanın özündə də olmaq şərti ilə kifayət qədər xoşagəlməz hallar müşahidə olunmağa başlandı. Əgər lift varsa, bunun istifadəçisi təbii ki, bəllidir. Hansı kateqoriyadan olan sərnişinlər istifadə edə bilər. Bax, bu neqativlərin hamısı məcburi qaydada artıq yuxarı istiqamətdən liftin bağlanması və digər məsələlərin həlli ilə bağlı. Bu məcburi addımat gətirdi. Lakin bunu rahatlaşdırması üçün artıq biz digər məsələləri həll etməliyik. Çünki gələn sərnişin, 50 arabası istifadəçisi deyək ki, mütləq qaydada rahat şəkildə o liftə minməlidir. Yəni bütün müvafiq siqnal sistemi deyim, yəni xəbərverici sistemləri quraşdırmaqla bunun üzərində yenidən iş aparılacaq ki, qapılar rahatlıqla açılsın, amma hansı halda kimə, necə açılsın bu məsələ həll olunmalıdır. Amma açıq danışaq, başqa ölkələrdə də görmüsünüz, məsəl üçün Türkiyədə, Dubayın özündə. Bəli. Orada tək siz dediyiniz kimi 50 arabasında deyildi. Yəni istənilən şəxs gəlib ondan istifadə oluna bilər də. Yəni biz onu indi bu lifti açsaq güya nə olacaq? Yəni çıxmasın. Başa düşürəm, yəni davranış falan bizim üçün yenilikdir. Amma yenə də biz insanları buna necəsə öyrəşdirməliyik. Ömür boyu bunu açarla saxlaya bilməliyik axı. Ona görə deyirəm ki, artıq növbəti mərhələ kimi digər məsələlərin həllinə keçmək planlaşdırırıq. Təbii ki, bu liftlərdən çox az istifadə olunur. Xətt inkişaf edib yeni stansiyalar açıldıqca, bunun aktuallığı artdıqca, biz digər stansiyalarımızda 50 arabası və digər sosial kateqoriyadan olan sərnişinlərimiz üçün rahatlığı daha da genişləndirdikcə istifadəçi sayı artacaq. Gözəl xanım bizim üçün lift açır və biz gedirik növbəti platformaya. Hər dəfə bu ças pik deyilən bir pik saatları sərnişin sıxlığı o qədər çox olur ki, hətta metronun özündə. İnsanlar deyir ki, mənim üçün narahatdır, yəni mən istəmirəm basa-basta gedim. Biz insanları necə cəlb edəyik? Həm metroda, həm ictimai nəqliyyata. Ümumi ictimai nəqliyyatın fərqli növlərinə investisiya yatırılmalıdır. Yəni pul yatırılmalıdır, şəbəkə genişlənməlidir və yük parçalanmalıdır. Daha çox reysli nəqliyyatın növü olan metro olmazsa olmaz bu qədər yarımçı qalan işlərimiz hamısı tamamlanmalıdır ki, metro daha effektiv işləsin. Effektiv işləməsi üçün hər xətt ayrı-ayrılıqda funksionallığı təmin olunmalıdır. Deposu ayrı təmin olunmalıdır, intervalın azaldılması yönündə xəttlərin ayrılması iş icra olunmalıdır və indi hal-hazırda olduğumuz Bənövşəyi xəttin şəhərin mərkəzinə kimi uzadılmasına ehtiyac var ki, bunlar hamısı vəsait tələb edir. Yəni vəsait qoyuluşu təmin olunmalıdır ki,
bu işlər görülsün. Biz metronun məsələsini həll etsək, biz yenə də tramvaya bizim ehtiyacımız qalacaq, yoxsa yox? Bəli. Bir metro ilə bütün şəhəri əhatə edə bilməzsiniz. Yəni şəhərin müəyyən hissəsini dairəvi hərəkət təmin edə bilərsiniz, amma yerin üstündə belə o yükü parçalamaq üçün, yəni elə sərnişin ola bilər ki, yerin altı ilə getməyəcək, yerin üstü ilə gedəcək. Və burada da sıxlığı aradan qaldırmaq üçün yenə də çeşidlər olmalıdır. Metro, tramvay, elektrik qatarı. Niyə mən məhz bu növlərə yönəlirəm? Çünki bunlar reysli nəqliyyatdır. Daha çox sərnişini eyni anda daşımaq qabiliyyətinə malikdir. Sonra daha qısa məsafəyə piyada infrastrukturu, mikromobillik və avtobus. Avtobus əslində dəstəkləyici funksiya olmalıdır, amma bizdə hal-hazırda tam tərsidir. Yəni bütün yük qalıb avtobusun üzərində və iqtisadi səmərəlilik baxımından, istismar müddəti baxımından avtobus ciddi uduzur digər relsli nəqliyyat növlərinə. Əvvəl demişdilər ki, Xırdalanda metro olacaq, amma Xırdalanda yaşayanların arzuları puç oldu. Niyə? Məncə bu fikir özü bir təzadlı fikir idi. Çünki Xırdalana metro real deyil nəyə görə? Çünki bu gün dayandığımız Bənövşəyi xəttin özünün hal-hazırda intervalı 7 dəqiqədir. Və metronun daha az intervalla fəaliyyəti üçün onun şəhər mərkəzinə ilkin olaraq çatdırılması lazımdır və mövcud xəttlərin ayrılması layihəsi icra olmalıdır. Yəni buna qədər bunları görməsəniz, sizin Xırdalana metro fikri real deyil. Digər tərəfdən eyni pula, yəni avtovağzal metrosundan metro stansiyasından Xırdalana qədər olan məsafəyə tikilən tunelə xərclənəcək pulla mövcud infrastrukturda elə qatarların sayını artırmaq olar, o da olur yerüstü metro. Dostlar, bəlkə kimsə xatırlayır, bir 15-20 il bundan əvvəl belə bir sxem də var idi. Bakı metronun konseptual inkişaf sxemi, amma bu baş plandakı sxemlə indiki mövcud sxemlə heç cürə üst-üstə gəlmir. Belə burada da Xırdalana metro var, Heydər Əliyev hava limanına metro var. Azər, səndən soruşmaq istəyirəm ki, okey də, yəni bu xəritəni hazırlayarkən nəyə əsaslanıblar səncə? Niyə indiki mövcud xəttlərlə bunlar heç də üst-üstə gəlmir səncə? Deməzdim, əslində indiki konseptual sxemə baxanda çox hissəsi demək olar ki, uyğun gəlir. Məsəl üçün yaşlı xəttin dairəvi olması, qırmızı xəttin uzadılması, yəni çox hissəsi əslində oxşardır. Avtovağzaldan sonrakı hissəsinin biraz gəlməsi, memari zəmidən keçməsi misal üçün bu şeylər oxşardır. Sadəcə bu avtovağzaldan sonra Xocasən gəlir, hansı faktiki olaraq biləcəri oldu. Gəlir, amma məsəl üçün memari zəmiyə birləşdirməli, ilmi məmura birləşdirmələri falan bu şeylər yəni əslində biraz oxşarlığı var. Belə deyim də, indiki konseptual sxemin əslində demək olar ki, köklərinə doğru gedib sanki bundan əsaslanıb bu fikirlər, amma təbii ki, o zaman düşünmürəm ki, bunu hazırlayarkən bir ciddi bir araşdırma aparılıb. Çox köhnədir. Burada hətta İçəri şəhər Bakı Soveti kimidir. Koroğlu Əzizbəyovdur. Amma deyirəm, insanları çaşdıran bu sxem oldu. Burada yazılıb ki, Xırdalana metro olacaq. Baxın, bura Memar Əcəmi 2 stansiyasının vestibülüdür, giriş vestibülüdür. Bax, burada eskalatorla düşə bilərsiniz, stansiyanın platformanın üzərinə düşə bilərsiniz və burada digər stansiyalarda gördüyünüz kimi, məsəl üçün Gənclikdə də bax, belə rəsm qalereyası var. Orada məsəl üçün tanınmış şəkil, Fəryad, bəli. Bu şəkildir, bax, bu şəkildə, bu səfərəmizdə Devuşka s Yablokami, Şəftallı qız, bax, bu əsərlər var. Burada Da Vinçinin əsərləri var. Stansiya özü də baxın nə qədər gözəldir və təşəkkür olsun ki, hələ ki, belə xüsusi icazə almadan, indi belə deyək də, rəsmi icazə almadan bunların hamısını çəkmək icazə verilmir. Yalnız baxa bilərsiniz, amma baxın, burada məlumatlar var, QR kodu skan edə bilərsiniz. İstər bu stansiya ya da bundan daha gözəl olan bizim o Nizami stansiyası, orada Nizami Gəncəvinin əsərləri var, divarlarda çox gözəl bir vestibüldür. Amma rəsmi olaraq onların çəkilişinə icazə verilmir hələ ki. Son sualım belə olacaq ki, mən bunu verməyə bilməzdim. Təbii. Özüm bu haqda səhifədə yazmışam. Siz zəhmət olmasa rəsmi olaraq verirsiniz. Metroda niyə foto çəkiliş qadağan olunsun ki? Ümumiyyətlə, metro Sovet dövründən başlayıb həmin dövrün prinsipləri tətbiq olunub. O dövrün prinsiplərinə görə strateji, hərbi təyinatlı obyekt olduğu üçün hər hansısa bir çəkiliş aparılması qəti qadağan idi. Hətta Sovet dövrünə fikir versəz, metropolitenlə bağlı çox şaxəli kadrlar yoxdur. Fotolar da yoxdur, istər tikintisindən, istər özündən. Təbii ki, dövr dəyişir, zaman dəyişir, biz müasir üslubda stansiyalar inşa ediriksə, artıq bu qaydalara da vaxt zamanla baxmaq zərurəti yaranacaq. Zaman dəyişir, hər birimizin əlində smartfonlar, mobil cihazlar varsa, zaten görürlər, çəkən istəyən çəkir. Demək olar ki, qüvvədən düşmüş bir qərardır.
Bunun zamana bir qədər də ehtiyacı var və bizim monitorinqlərimiz dayanmır. Biz dünyanın hansı ölkələrində hansı qaydada icazələr var, hansı qaydada qadağalar var, onu da bilirik. Və bu araşdırmalarımıza əsasən məsələn nümunə çəkə bilərəm ki, bəzi ölkələrdə metropolitenlərin giriş sahələrində tam sərbəstlik verilir. Eskalator sahəsində müəyyən məhdudiyyətlər qoyula bilir. O da təhlükəsizlik zonalarına görə qoyulur. Bəzilərində məsəl üçün platformalar genişdirsə orada xüsusi yanaşılır. İkili yanaşma standartları fərqli-fərqli cürə davam edir. Məsələn, bəzi metropolitenlərdə həvəskar çəkilişlərə icazə var, peşəkar çəkilişlər qadağandır. Amma əmin olun ki, zamanla çox məsələlərin həlli kimi bu məsələ də həllini tapacaq. Bu qədər dostlar, bu da metro haqqında bizim vloqumuz. Ümid edirəm ki, sizə maraqlı gəldi. Yenə də çalışdım maksimal dərəcədə ətraflı olaraq hamısını əhatə edeyim. Təbii ki, dediyim kimi bu haqda nə bilim bir film də çəkmək olar metro haqqında, bunun inkişafı, planlar falan. Bu gün Bakı metrosundan gündəlik olaraq 600, 700, hətta 800 min sərnişin istifadə edir. Yəni belə günlər də olur və bu da onun göstəricisidir ki, insanlar həqiqətən metroya inanır, bilir ki, dayanıqlı ictimai nəqliyyat növüdür. Gördük ki, bir sıra metro stansiyalarının tikintisi artıq başlamaq üzrədir. Yəni yaxın illərdə təhvil veriləcək. Bilmirəm reallıqda planlar necə olacaq. Deyirlər 2027-ci ilə qədər 4 stansiya tikiləcək. İndi hamısına baxa görə, yaşayaq baxa görə gələcəkdə bizə nə gözləyir. Və mən də sizi çağırıram ki, bax bu kanala abunə olun, like düyməsini basın ki, video maraqlı gəldisə. Çünki biz bax bu mövzu daima diqqətli olacaq. Ola bilsin metro haqqında yeni bir vlog olacaq. Bu haqda şərhlərdə yaza bilərsiniz. Əgərsə maraqlıdırsa və eyni zamanda biz olduğu kimi şəhərlər haqqında mütləq danışacağıq. Digər ölkələrin, digər şəhərlərin təcrübəsini göstərəcəyik, metrolarını göstərəcəyik. Və siz də belə videonun daimi olmasını istəyirsinizsə, mütləq kanal Patreon platformasına bizə dəstək olan sırasına qoşula bilərsiniz və biz sizin növbəti videoya qədər sağlaşırıq. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Hələlik.